ABŞ və İran bir-birindən göründüyü qədər uzaq deyil. CNN-in yaydığı məlumata görə Pakistanda ikinci raund danışıqların baş tutmamasına baxmayaraq, ABŞ və İran göründüyü qədər uzaq deyillər. Mənbələrin məlumatına görə pərdəarxası intensiv diplomatik fəaliyyət davam edir və danışıqlar mərhələli proses üzərində cəmlənib. Mümkün razılaşmanın ilk mərhələsi müharibədən əvvəlki vəziyyətə qayıdışı və Hörmüz boğazının məhdudiyyət və rüsumlar olmadan yenidən açılmasını nəzərdə tutur. Hesabata görə İranın nüvə proqramı daha sonra müzakirə ediləcək. Lakin ABŞ prezidenti Donald Trump bildirib ki, hər hansı razılaşma Tehranın silah səviyyəsinə yaxın zənginləşdirilmiş urandan imtina etməsini və zənginləşdirməni dayandırmasını tələb etməlidir. İran isə bu tələbləri rədd edib. Mənbələr əlavə edib ki, vasitəçilər hər iki tərəfi razılaşmaya gəlməyə təşviq edir və qarşıdakı bir neçə gün həlledici hesab olunur. İranın ABŞ ilə razılığa gəlməkdən başqa yolu yoxdur. Bunu Fox News açıqlaması zamanı ABŞ dövlət katibi Marco Rubio deyib. O bildirib ki, iki ölkə arasında baş tutacaq istənilən razılaşma İranın nüvə silahı əldə etməsinin qəti şəkildə qarşısını almalıdır. Rubio, Tehrandakı liderlərin çoxunun ekstremist fiqurlar olmasına baxmayaraq bu şəxslərin ölkənin hazırki vəziyyətindən çıxmaq üçün addımlar atmalı olduğunu bildirib. Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması yolunda ən böyük maneə İran rəhbərliyindəki parçalanmadır. Bu fikri Birləşmiş Ştatların dövlət katibi Marco Rubio Fox News-a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə İranlı müzakirəçilərlə tez-tez ölkə hakimiyyətinin nümayəndələri arasında fikir ayrılıqları olur ki, bu da sülh danışıqları imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ölkə daxilində dərin parçalanma var və düşünürəm ki, bu həmişə belə olub. Lakin indi özünü daha güclü göstərir. İranı anlamağın ən yaxşı yolu hazırda orada siyasi bir sinfin formalaşdığını başa düşməkdir. Bilirsiniz, insanlar, liberallar və sərt xətt tərəfdarları haqqında danışırlar. Ölkəni və iqtisadiyyatı idarə etməli olduqlarını anlayanlar var. Bir də yalnız teologiyanı rəhbər tutanlar var, deyə Rubio bildirib. ABŞ administrasiyası İranın ali rəhbəri Müçtəba Xamneyinin sağ olduğunu güman edir. Bunu ABŞ dövlət katibi Marco Rubio Fox News-a müsahibəsi zamanı deyib. Onun sağ olduğuna dair dəlillərimiz var. Aydındır ki, onlar bunu iddia edirlər. Əksini sübut edən heç bir dəlilimiz yoxdur, deyə o bildirib. Yeri gəlmişkən, İranın Xarici İşlər Naziri Abbas Araqçı ilə Vladimir Putin görüşü zamanı Rusiya prezidenti ötən həftə Müçtəba Xamneydən məktub aldığını açıqlayıb. Putin həmin məktuba toxunaraq deyib, zəhmət olmazsa bu məktuba görə ali rəhbərə minnətdarlığımı çatdırın. Ona sağlamlıq və tezliklə sağalma arzularımı da yetirin. Rusiya prezidentinin Müçtəba Xamneydən məktub aldığını bildirməsi, məktubun məzmunu barədə heç bir məlumat verilmədiyi və bundan əvvəl belə bir məktubun göndərilməsi haqqında xəbərin yayılmadığı bir vaxtda təsadüf edir. Eyni zamanda bu açıqlama Müçtəba Xamneynin Əli Xamneynin ölümündən sonra İran rəhbərliyini ələ aldığı, lakin indiyənədək ictimaiyyət qarşısına çıxmadığı və rəsmi mesajlarının yalnız yazılı formada yayımlandığı şəraitdə səslənib. Abbas Araqçı bazar ertəsi Sankt-Peterburq şəhərinə gedərək Putinlə görüşüb. Səfər Tehran ilə Vaşinqton arasında danışıqların yenidən başlanması cəhdlərinin dayandığı dövrdə baş tutub. Davam edirik. Bloomberg'in yaydığı məlumata görə İranla müharibənin başlanmasından sonra ilk dəfə mayeləşdirilmiş təbii qaz daşıyan yük Hörmüz boğazını keçərək Ərəb körfəzindən çıxıb. Məlumata əsasən Birləşmiş Ərəb Əmirlikinin Əbu Dabi Milli Neft Şirkətinin Daş Adası terminalından martın əvvəlində LNG yükləyən Mübaraz tankeri hazırda Hindistanın cənub ucundan keçir. Bu barədə gəmi izləmə məlumatlarına isnadən bildirilir. Hesabatda qeyd olunur ki, tanker bundan əvvəl Ərəb körfəzində hərəkətsiz vəziyyətdə idi və təxminən 31 mart tarixində siqnal ötürməni dayandırmışdı. Bloomberg'in yaydığı məlumata görə peyk görüntüləri və dənizçilik təhlillərinə əsasən Birləşmiş Ştatların dəniz blokadasının İran xam neftinin müştərilərinə çatmasının qarşısını aldığı görünür.
Məlumata görə ötən həftənin sonlarında İran nefti ilə yüklənmiş təxminən 6-8 supertanker blokada xəttinə yaxın Ərəb körfəzindən kənarda yerləşən Çabahar limanı yaxınlığında hərəkətsiz vəziyyətdə gözləyirdi. Hesabatda əlavə olunur ki, yaxın ərazilərdə daha kiçik tanker gəmiləri də müşahidə edilib. Bloomberg qeyd edir ki, bu yığım İranın hələ də gəmilərə neft yüklədiyini göstərir. Lakin Hörmüz boğazından keçən trafik demək olar ki, sıfıra enib və ambar imkanları məhdudlaşdıqca Tehranın tezliklə hasilatı dayandırmağa məcbur qala biləcəyi ehtimal olunur. İran hakimiyyəti satılmamış böyük həcmdə neftin yığılması səbəbindən onu saxlamaq üçün köhnəlmiş anbarlardan və istifadəsiz qalmış obyektlərdən istifadə etməyə məcbur olub. Bu barədə The Wall Street Journal məlumat yayıb. Məlumata görə ayın ortalarından başlayan ABŞ dəniz blokadası İranın neft ixracını ciddi şəkildə azaldıb və ölkə limanlarından neft çıxışını məhdudlaşdırıb. Nəticədə İranın xam neft ehtiyatları sürətlə artmağa başlayıb və mövcud saxlama gücü dolmaq üzrədir. Yayımlanan rəqəmlərə əsasən blokadadan əvvəl İranın gündəlik neft ixracı 2 milyon bareldən çox idi. Lakin bundan sonra bu göstərici gündə təxminən 560 min barelə düşüb. Kəskin azalma neftdən asılı İran iqtisadiyyatına ağır təzyiq yaradıb. The Wall Street Journal yazıb ki, Tehran hasilatın dayanmasının qarşısını almaq üçün köhnə anbarlarla yanaşı artıq nefti dənizdə tankerlərdə saxlayır. Eyni zamanda neftin bir hissəsini dəmir yolu ilə Çinə çatdırmağa çalışır. Bu bahalı addım İranın neft sektorunda böhranın dərinləşdiyini göstərir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu vəziyyət davam edərsə, İran yaxın həftələrdə ciddi saxlama yeri çatışmazlığı ilə üzləşəcək və hasilatı azaltmağa məcbur olacaq. Bu isə hakimiyyətin gəlirlərinə yeni zərbə vura bilər. Məlumatda həmçinin bildirilib ki, bəzi köhnə neft yataqlarında hasilatın qəfil dayandırılması uzunmüddətli və hətta bərpası mümkün olmayan zərərlərə səbəb ola bilər. İran yaxın zamanda benzin qıtlığı ilə üzləşə bilər. Bunu Birləşmiş Ştatların Maliyyə naziri Scott Bessent deyib. O, aprelin 28-də X platformasında qısa paylaşım edib. Sağ qalan Sepah rəhbərləri kanalizasiya borusunda boğulan siçovullar kimi tələyə düşdüyü bir vaxtda İranın köhnəlmiş neft sənayesi ABŞ blokadası sayəsində hasilatı dayandırmağa başlayır. Neftin vurulması tezliklə dayanacaq deyə o əlavə edib. İxracın həftələrdə pozulması İranın neft sektoruna ciddi təzyiq yaradıb. Buna Birləşmiş Ştatların İran limanlarına blokada tətbiq etməsi səbəb olub. Bu blokada Tehranın strateji Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq tətbiq olunub. İran və ABŞ arasında danışıqların dayanması, həmçinin Hörmüz boğazından neft daşınmasına qoyulan məhdudiyyətlərin davam etməsi fonunda 27 aprel ticarətində neftin qiyməti 1%-dən çox artıb. Bu vəziyyət qlobal yanacaq böhranı ilə bağlı narahatlıqları artırıb. Reuters'ın yaydığı məlumata görə Brent markalı neft 1,3% bahalaşaraq $106.68 yüksəlib. ABŞ xam nefti isə 1% artaraq $95.35-dən satılıb. Ötən həftə ərzində də Brent nefti 17%, ABŞ xam nefti isə 13% bahalaşıb. Bu kəskin artım ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra qeydə alınıb. Eyni zamanda Tehran ilə Vaşinqton arasında danışıqların gələcəyi qeyri-müəyyən olaraq qalır. Steve Witkoff və Jared Kushner'in Pakistana planlaşdırılan səfərinin ləğvi danışıqların bərpası ilə bağlı ümidləri azaldıb. Bildirilir ki, səfər Donald Trump'ın göstərişi ilə ləğv olunub. The Times of Israel yazıb ki, enerji bazarı üzrə bir analitik Trump'ın Hörmüz boğazına nəzarət və İranın mina yerləşdirən gəmilərinin vurulması ilə bağlı son açıqlamalarının müharibə xərclərini artırdığını bildirib. Davam edirik. Bəhreyn İranı dəstəklədiyinə və ölkədə zərərli fəaliyyətlə məşğul olduğuna görə 69 nəfərin vətəndaşlığını ləğv edib. Bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb. Bəhreyn rəsmilərinin sözlərinə görə bu şəxslər xarici qurumlarla əməkdaşlıq edib və ölkənin təhlükəsizliyini təhdid edən fəaliyyətlərdə iştirak ediblər. Vətəndaşlığı ləğv edilən şəxslərin xarici ölkələrdən olduqları bildirilib.